Salam dostlar. Bu videomuzda biz DNS kurulmasını danışacağız. DNS'i kuracaq daha doğrusu. DNS haqqında, yəni DNS haqqında dedikdə DNS nə rol yerinə yetirir, onu qısaca olaraq bir nümunəlicə demək istərdim. Deyək bizim ferhad.com adlı saytımız var və bilirsiniz ki, hər bir saytın və yaxud deyək ki, cihazın avadanlığı şəbəkədə olan təbii ki, avadanlıqdan söhbət gedir, IP-si var. Bizim məsələn ferhad.com saytının da bir IP-si var. Deyək bu təbii ki biz IP-lərlə deyək ki saytları yadda salmaq mümkün deyil. Deyək məsələn 89.100.215.77 məsələn ağımıza gələn hər hansı bir IP dedik. Bəlkə də bir IP yoxdur. Bu təbii ki saytı bu IP-yi yadda salmaq mümkün deyil. Ona görə də DNS vasitəsilə IP-lər adlara çevrilir. Yəni biz məsələn deyək ki, qeyd etdiyimiz IP-ni ferhad.com ünvanı adresindən çevirir. Biz adres adla ferhad.com-a müraciət etdikdə internetə o bizi yönləndirir IP-yə. Yəni DNS bu rol oynayır. Təbii ki, çox mühümdür. Domain ortamında çox mühümdür. Ümumiyyətlə çox mühüm bir sistemdir DNS. Yəni çox lazım olur. İstifadə edənlər təbii ki, bunu lap yaxşı bilir. İndi biz 2008 server üzərində DNS qurulmasını göstərəcək və bir neçə bəzi funksiyalar haqqında danışmağa çalışacaq, izah etməyə çalışacaq bunu. Bunun üçün siz yəqin ki, bilirsiniz, ilk öncə hər bir serverə ümumiyyətlə ilk öncə məsləhətdir ki və lazımdır ki, statik IP verilsin. Mən artıq IP-mi vermişəm, göstərim sizə. Baxaq. Görürsün IP4. Mən bu IP-ləri vermişəm. Mənim ilk kompüterimdir bu. Bu IP-ləri vermişəm onunla. İndi isə DNS qurulumuna keçək. Bunun üçün server mənzili açırıq. Rolsa daxil oluruq. Heç bir rol qurulu deyil. Add rol edirik. Roles. Next edirik. Buradan DNS seçirik. Next edirik. Next edirik. Install. Yüklənməsi biraz zaman alacaqdır. Yükləndikdən sonra isə artıq qurulumuna keçəcək. Bəzi üzərində dəyişiklik edəcək. Yəni biz təbii ki, öz domenimizə uyğun dəyişiklik edəcək. Təbii ki, 2008-də ümumiyyətlə aktiv direktoru qaldırarkən də DNS avtomatik qurulur. Ancaq daha yaxşı olardı ki, DNS-i özünüz qurasınız, ondan sonra aktiv direktoru qaldırasınız. Deyək ki, aracı buca olsun, serverə statik IP verilsin, DNS qaldırılsın, sonra aktiv direktoru qurulsun. Bu arada realitet olunca çox gözəl olar. Yüklənməsi biraz zaman alır. Buna görə biraz gözləyək. DNS ümumiyyətlə 2008-də DNS-də bəzi yeniliklər var. Bu yeniliklərin əsasını nəzərinizə çatdırmaq istəyirəm. IP6-nı dəstəkləməsidir. 2008 üzərində DNS artıq IP6-nı dəstəkləyir. Bilirsiniz ki, artıq demək olar ki, internetdə bəzi məlumatlar var ki, IP4 bitmək üzrədir. Bu deməkdir ki, yəni müəyyən bir zamandan sonra artıq IP6-ya tələbat olacaqdır. Ona görə də ümumiyyətlə çalışırlar ki, hər bir yeni sistem IP6-ya uyğun olsun. Eyni də DSP IP6-ya uyğun, DNS və s. IP6-ya uyğun qurulur. Daha doğrusu IP6-ya uyğunlaşdırılır. Amma təbii ki, IP6-ya keçid müəyyən qədər uzun bir vaxt alacaqdır. Gördüyünüz kimi DNS rolu install olundu. Close edirik. Close edirik. Yenidən server mənzili açırıq. Rolesa daxil oluruq. Gördüyünüz kimi burada DNS server gəlmişdi.
Görürsünüz bizim DNS server. Burada qarşılıq olmasın deyə mən sizin buradan aça bilərsiniz. Administrative Tools, buradan DNS. Gördüyünüz kimi bizim DNS Manager pəncərəmizdir. Bizim serverin adıdır. Burada Forward Lookup Zones, Reverse Lookup Zones, Conditional Forwards. Yeni bölmə dedikdə, yəni ki, burada biz Forward Lookup Zone, Reverse Lookup Zone, Forwards nəzimləyə bilirik. Yeni bölmədikdə bunlar ikisi bizim əvvəldə də var idi. Conditional Forwards sonradan əlavə olunmuşdur. İzah edəcək bunu da sizə nədir? İstərsiniz Conditional Forward haqqında deyək ki, Conditional Forward nə üçün? Ümumiyyətlə, sorğu göndərdikdə DNS-də necə təxmini mən sizə deyim. Deyək ki, hər hansı bir istifadəçi hər hansı bir DNS üçün və yaxud deyək ki, Google üçün sorğu göndərir. İlk öncə bu bizim şəbəkəmiz olan DNS serverə baxır. Əgər burada yoxdursa, o sonra cache-ə baxır. Əgər cache-də də yoxdursa, o sonra Conditional Forwards-a baxır. Əgər burada yoxdursa, məyarca davam edir. Ən axıda root hint-isə bax, root hint-dən çıxır internet üzərinə. Biz elə bilər ki, bu uzun zaman almasın. Conditional Forwards-də müəyyən DNS-ləri yaza bilərik. Təbii ki, bizim istəyinizə görədir. Conditional Forwards haqqında nə olduğunu sizə dedik qısaca olaraq. Nəsə, Forward Lookup Zones-a gələk. Zone quraq. New Zone edirik. Gələn pəncərəni Next-də keçirik. Burada gördüyünüz kimi 3 tip var. Primary Zone, biz indi hal-hazırda Primary Zone istifadə edəcəyik. Primary Zone nə üçündür? Primary Zone əsas zonadır. Yəni, əsas zone biz hal-hazırda birinci olduğu üçün Primary Zone seçilir. Birinci DNS server olduğu üçün. Əgər ikinci DNS server qaldırırsa, biz Secondary Zone istifadə edə bilərik. Secondary Zone, yəni ki, Primary Zone'un deyək ki, nüsxəsidir. Necə var köçündürülür və burada Stop Zone var. Stop Zone da demək olar ki, Secondary Zone kimidir, ancaq bəzi fərqləri var. Bunları misal olaraq mən Secondary Zone üzərində bütün rekordlar vardır. NS-lər, SOA-lar, SRV-lər, Host A-lər, MX-lər, CNAME-lər. Ancaq Stop Zone-da isə ancaq NS, SOA və A rekordları vardır. Yəni digər MX və CNAME rekordları yoxdur. Özünə çox yük götürmür və ən əsas bu istifadə olunur ki, WAN, yəni internet xətt üzərində çox yükləm olmasın deyə üzərində az məlumat saxlayır. Secondary-də fərqi budur. Biz bu dəfə Primary Zone istifadə edəcəyik. Next deyərək keçirik. Burada bir zone adı seçirik. Deyək ki, lokal və yaxud info. Mən zone adı verdim. Next deyirəm. Buranın olduğu kimi saxlayıram. Next deyirəm. Burada isə secure, non-secure və secure hər birinə icazə veririk. Dinamik yenilənmələrin hər ikisinə icazə veririk. İstəsəniz buradan do not deyə bilərik. Next deyirik, finish. Gördüyünüz kimi artıq Forward Info zonası qurulmuşdur. Reverse Lookup Zonası da gəlib, burada yeni bir zon qururuq. Demək olar ki, Forward Lookup Zonası bənzəyir. Burada eyni tiplər var. Primary Zone seçirik. IP4. Burada bizim IP-mizi xatırlatmaq istədimizsə, istərsəniz nəzər salaq bir daha. 10.1.1.2 gördüyünüz kimi. Burada ardıcıl yazırıq. 10.1. Sonuncu xanası boş qalır. Yəni yaza bilmirsiniz sonuncuda. Yəni birinci 3 aktedi yazırsınız. Next deyirik. O sonra next deyirik. Burada da hər ikisini icazə veririk. Next deyirik. Finish. Gördüyünüz kimi burada yarandı. Hər ikisi içərisində avtomatik olaraq SOA, NS rekordları qurulur. Burası biz ilk öncə bir host A rekordu düzəldək. Bunun üçün biz bu zona üzərində mouse'un sağ düyməsini sıxırıq. Burada new host A seçirik. Ad veririk. Bizim kompüterin adı DC-dir. Buna görə DC adını verirəm. Burası IP-sini isə nəzərə çatdırım 10
1.2. Burada göstərmək isə görüntü kimi 10.11.2. NIP-ni yazırıq bura. Bu əgər buranı işarələrsək biz add host dedikdə avtomatik olaraq reverse lookup zona bu rekordun əksi. Deyək ki, burada biz DC yazdıqda 10.10.10.1.2 IP'sini yönləndirir. Reverse lookup zonda isə 10.10.1.2 IP'si yazdıqda isə DC-yə yönləndirir. Yəni əks bir-birinə əks yönləndirmə olur. Add host edirik. OK. Və done. Gördüyünüz kimi burada bir rekord quruldu. Bura baxıldı heç bir şey yoxdur. Refresh edirik. Gördüyünüz kimi rekord gəlmişdi. Yəni kiçik bir çətin olmayan bir şey göstərdi. Yəni qurulması ümumiyyətlə çətin bir şey deyil. Yəni biz üzərində kiçik bir sizə nümunə göstərdik. DNS events. Burada DNS eventləri haqqında məlumatlar verir. Yəni axır event viewer-a girməyinizə daxilımıza ehtiyac yoxdur. Buradan baxa bilərsiniz. Bunlar ümumiyyətlə yəni ümidvarıq ki, bu kiçik nümunədə DNS haqqında qısa da olsa sizə məlumat verə bildik və DNS-in nə işə yaradığını, necə istifadə olunduğunu göstərə bildik. Növbəti videolarda görüşənə qədər. Hələlik.